Şimdi önemli bir röportaj getireceğiz ekranlarınıza. Batı Azerbaycan konusu uzun zamandır Azerbaycan'ın siyasi gündeminin önemli başlıklarından biri. Asıl hedefimiz Batı Azerbaycanlıların haklarının korunması diyen Azerbaycan milletvekili Sabina Salmanova bölgedeki sorunlarla ilgili son durumu Haber Global'e anlattı. Bakalım şimdi o açıklamalara. Son zamanlarda Azerbaycan'ın gündeminde önemli yer tutan konulardan biri Batı Azerbaycan bölgesi. Azerbaycan'ın batısında bulunan Revan bölgesi, Sovyetler Birliği döneminde Ermenilere devlet kurması için verilmiş, bölgede yaşayan Azerbaycanlılar topraklarını terk etmek zorunda kalmıştı. Batı Azerbaycan'ın bugünkü siyasi durumu ile ilgili Haber Global'e konuşan milletvekili Sabina Salmanova, 1918 sonrası Azerbaycanlıların Batı Azerbaycan topraklarından kovulduğunu ve bunun tarihte ilk olmadığını söyledi. İlk Erməni dövləti Qafqazda 1918-ci ildə yaradıldı və bu məsələlərdən sonra Azərbaycanlıların Ermənistan ərazisindən qovulması, ilk qovulma düzdür 1905-1906-cı illərdə oldu. Bu sadəcə deport adlandırmaq olmaz, bu həm də soyqırımı ilə bərabər aparılan bir proses idi. Salmanova, asıl hedefimiz Batı Azerbaycanlıların haklarının korunması dedi. Hədəflərimiz çoxdur, amma əsas hədəflərdən də biri Qərbi Azərbaycanlıların hüquqlarının bərqərar olunmasıdır. Məndə burada çox soruşurlar ki, Qərbi Azərbaycan deyəndə siz nəyi nəzərdə tutursunuz? Bu, hazırki Ermənistan Respublikasının ərazisidir və Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Salmanova, 1828 yılında tarihi Azerbaycan topraklarını ikiye bölen Türkmençay Antlaşması'na da vurgu yaptı. Antlaşmanın artık yürürlükte olmadığını söyledi. Türkmençay müqaviləsi 1828-ci ildə bağlanmış Qacar dövləti ilə Rus Çar dövləti arasında bağlanmış bir müqavilədir. O müqavilə əsasında Azərbaycan iki yerə bölünmüşdür və bu bölündükdən sonra Güney Azərbaycan və Quzey Azərbaycan söz birləşməsi bizim dillərə gəldi, çıxdı. Türkmençay müqaviləsi qüvvədən düşmüş hesab olunur. Çünki hər iki dövlət, həm Qacar dövləti, həm Rus Çar dövləti bir əsrdən çoxdur mövcud deyil. Yəni bu müqaviləni imzalayan tərəflər mövcud deyil və onların yerində sonra yaranan dövlətlər həmin dövlətlərin hüquqi varisi deyillər. Salmanova, Ermenistan'ın açılmasına sıcak bakmadığı Zengezur koridoruna da değindi. Ermənistan tərəfi sülh müqaviləsinin bağlanmasını uzadır. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasına maneələr törədir. Halbuki Zəngəzur dəhlizi nəinki Türk dünyasının bir-birinə qovuşmasına gətirib çıxardacaq. Eyni zamanda Ermənistanın bir çox problemləri aradan qalxacaq.